Salam, hörmətli tələbələr və rezidə təvəssülləri. Mən Ülfət müəllim Şıxəliyev. Bu günləri növbəti bir videoyla qarşınızdayım və biz gördüyünüz kimi part 9 videosuna 5 sual izah edəcəm. Demək ki, bizə sualda verib ki, əkyob eni 20 olarsa, deyib burada eni ala biləcəyi qiymətlərin nəyini tap? Eni ala biləcəyi qiymətlərin sayını tap. Biz nə edəcəyik burada uşaqlar? Əgər eni 20 olaraq verilibsə, deməli, burada 20-nin nələri ola bilər? 20-nin bölənləri ola bilər. 20-nin də bölənləri hansılardır? N ola bilər, N ola bilər 1, 2, 4, 5, 10 ola bilər. Bir də 20-nin özü ola bilər. Düşünərsiniz ki, 20-nin 20 əşi bu niyə 20 versinlər? Sadəcə belə düşünək ki, səndə burada məsələ nədir? 20-nin bölənləri olmalıdır da. 20-nin də bölənləri içərisində 1, 2, 4, 5, 10, 20 var. Demək, neçə oldu? 1, 2, 3, 4, 5, 6 dənə. Demək, neçə dənə müxtəlif qiymət ala bilər? Yəni 6 dənə müxtəlif nə olar? Qiymət ala bilər. Bundan sonra uşaqları deməli, deyir ki, üst bucağın bir bucağı 70 dərəcədir. Üst bucağın deyir, bir daxili bucağı 70 dərəcədir. Mən şəkli sxematik çəkirəm. Deyir, digər bucaq 60 dərəcədir. Deyir, bu bucaqlara qonşu olmayan xarici bucağın dərəcəsini tap. Uşaqlar, əgər 70-60 varsa, bu daxili bucaq tapa bilərik də biz. 180-dən çıxarıq nəyi? 70 ilə 60-ın cəmini. Bu da bizə nə verəcək? Bu da bizə verəcək 110, yox, 70 ilə 60, 130, verəcək bizə 50 dərəcə. Deməli, bu daxili bucaq 50 dərəcədir. Onda bu alfanı tapa bilərik biz xarici bucağı. Bəli, necə? Çünki alfa ilə 50-nin cəmi 180-də bərabərdir axı. Onda alfa nəyə bərabər olur? Alfa bərabərdir 130. Başqa bir üsul da var. Başqa bir üsul necə var? Üst bucağın bir xarici bucağı nəyə bərabərdir? Ona qonşu olmayan daxili bucaqların cəmini. Yəni, bu alfa bərabərdir nəyə? 60 ilə 70-in cəmi verəcək 130. Uşaqlar, o yolda var. O yolda deyə bilərəm. Sadəcə düşünürəm ki, tələbələrin ağlına birinci o gəlmir deyə, tələbənin ağlına gələ biləcək şəkildə izah edirəm ki, daha yaxşı yadında saxlasın, imtahanda daha doğru cavab versin. Bundan başqa, deməli, belə bir dənə sual var həndəsə ilə bağlı. Çox qəşəng sualdır. Deyir, bu çevrədir. Çevrə kimi qəbul eləyək bunu, zəhmət olmasa. Üzr istəyirəm, səsim biraz dəyişdi. Bu da toxunandır. Deməli, A nöqtəsi, B nöqtəsi. Buradan bura X verib məsafəni. Burada C nöqtəsi bildiririk. Burada bildiririk bir D nöqtəsi. C-dən D-yə qədər 7-dir burada məsafə. Bu məsafədə 9-dur. Bizə deyir ki, X-i tap ki. Uşaqlar, biz nə bilirik bunun üçün? Biz bilirik ki, X-in kvadratı bərabərdir nəyə? 9 vurulsun, 9 üstə gəl 7-yə. Yəni, bu hissə vurulsun ümumi bunun uzunluğuna. Yazıram, onda X-in kvadratı bərabərdir nəyə? 9 vurulsun 16-ya. Bəzən uşaqlar götürürlər 9-u 16-ya vurub sonra köç alırlar. Mən həmişə belə bildirirəm. Deyirəm ki, X-in kvadratı bərabərdir. 9 nədir qardaş? 3-ün kvadratı. 16 nədir? 4-ün kvadratı. Onda bunu bu formada yaza bilərsən. X-in kvadratı bərabərdir nə? 3 vurulsun 4-ün kvadratı kimi. Onda belə çıxır ki, X nəyə bərabər olacaq? X bərabər olacaq 12-yə. Yaxşı uşaqlar, bu üsulla da yazmağı yaddan çıxartmayaq. Bu da yadımızda qalsın. Sonra deyir ki, deməli, belə bir sual var. İndi bilmirəm nə dərəcədə. Çox asan sualdır. İndi 9-cu sinif deməli imtahana düşüb. Nə vaxt düşüb bu sual? 2020-ci ildə ikinci mərhələ suallarından biridir. Deməli, sualda belə bildirilir ki, üst bucağın tərəfləri 7 və 9-dur. Üst bucağın bir tərəfi 7-dir, digər tərəfi 9-dur. Bunun perimetri 26 olarsa 3-cü tərəfini tapın. Şu tərəfi 7-9 isə perimetri 26 3-cü tərəfini tapmaq üçün neyinər? Bütün tərəflər cəmi perimetri vermir. Deməli, neyinəcəm onda? 26-dan çıxacam nəyi? 16-yı. Alacam nə? 10. Deməli, bunun 3-cü tərəfin uzunluğu nəyə bərabərmiş? 10-a bərabərmiş. Yaxşı mı? Sonra bir dənə 5-ci sual izah edək üçün. Deyir, trapesiyanın hər hansı bir trapesiya verilsin. Düz çəkək. Hər hansı bir trapesiya verilir. Bu trapesiyanın deyir ki, uşaqlar, deməli, orta xətti olsun 6. Aşağısı olsun 18. Aşağısı olsun 18. 6 eləməyək bunu. Bunu eləyək 16. Bir desin ki, yuxarı hissəsinin uzunluğunu tapın. Bunu necə həll eləyərik biz? Biz bilirik ki, trapesiyanın orta xətti bərabərdir nəyə? Oturacaqlar cəminin yarısına. Onda belə çıxır ki, oturacaqlar cəmi bərabərdir nəyə? X vur 2-yə. Bir dəqiqə. 16 vur 2-yə. 16 vur 2-yə.
Onda alırıq x üstə eqal 18 bərabərdir nəyə? 32. Onda x nəyə bərabər olur? 14. Deməli cavabı olacaq burada x. X olacaq 14. İnşallah video xoşunuza gəldisə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.